44 gün müharibədən öncə idi. Hələ o aprel müharibəsində idi. Mən görüşüm olmuşdu əsgərlərlə, zabitlərlə. Orada bir nəfər zabit mənə yaxınlaşdı. Mənə yaxınlaşdı, gəldi, qucaqladı məni, ağladı. Dedi, səndən bir dənə xahişim var. Dedim, buyur, dua ilə şəhid ol. Mən dedim ki, belə dua eləməyəcəm. Dua eləyəcəm ki, necə Allah səni görmək istəyir, elə o cür nədə olasan. Çünki səni Allah diri görmək istəyir. Yəni, şəhid olasan ki, hə? Sağollaşdım. Sonra üstündən bir müddət keçəndən sonra ki, 44 günlük müharibə baş verdi. Mənə bir ana xəbər göndərdi. Rayonlarımızdan birindən ki, balam şəhid olub, gələrsən. Mən də hesabladım, gördüm, düşüb cüməyə, gedə bilmirdim. Dedim, ana sənə qurban olum, mən cüməyə düşüb, mən cümə çıxışımda canlıdır, mən gələk qalım burada, səndən xahiş elə, mənə icazə verəsən. O mənə bir cümlə yazdı, dedi ki, dedi, bu sözümü çatdırın, dedi, ona deyin ki, ona and verirəm, balamın tökülən qanına dursun, gəlsin. O söz çox tutdu məni açığı. Dedim, ana gəlirəm, amma nə olar, gəlim, çıxış edeyim, tez çatdırım özümü, çıxışmada, onlar çox oturun, dedi, gəl. Mən gəldim, görüşdüm həmən ana ilə, orada mən bir dəfər gördüm, içəri girdi, belə deyək də, gördüm, gəldi mənə tərəf, gəldi, yaxınlaşdı, baxdı mənə, dedi, mənə tanıdın, dedim, tanıdım. Dedi, yadıma gəlir, şəhidlik üçün dua istəmişdim, dedim, hə. Dedi, o nə ki atmışdılar, gəldi, düşdü, partladı, yanındakı hamısı şəhid oldu. O səhnə deyil mənim gözümdə oldu. Amma mən sağ qalmışam. Dedim ki, narahat olma. Ola bilsin, sən Allah hələ sağ görmək istəyir. Oradakı olan hələ qəhrəmanların şücaətindən bəlkə danışmalısan. Kərbaldan şəhid olmadı ki. Bəziləri qaldı ki, danışsın. Onların məramını, hədəfini yaşatsın. Məqsədlərini yaşatsın. Səni də Allah belə görmək istəyir. Hərəmiz bir cür gedib çata bilərik məqsədə. Narahat olma. Elə orada da kədərləndi, gözündən nə qədər yaş gəldi. Mən onu qucaqladım. Belə də ayrıldıq. Allah bu Qarabağ şəhidlərimizin Əhl-i Beytlə birgə məşhur eləsin, onları da xatırlayaq. Allah onları İmam Hüseynə qonaq qərar versin.